mikrofona deyin. Siz mənə sözlərinizi arxamda deyil, üzümə deyin. Çünki mən üz-üzə deyə bilirəm. Efirdən mən burada adam 60 yaşım var mənim. Bəli, əlbəttə Çıxartdınız. ki. Mən heç girmək istəmirdim, mən gəlmək istəmirdim efirə. Ona görə gəldim. Mən sizə heç ehtiyacım yoxdur sizin bura gəlmənizə, siz onu bilirsiniz. Mənim kimi yaşlı adam, Yaşlı qadın birinci özünə hörmət sınıq qoymalıdır adam, ki. bu əziz gündə mənə dedin, çıx efirdən. Bəli, Mənə səsinizdə, təsir elədi. siz mənim Nəyə verilişimdə səs görə qaldıra çıxmalıyam? bilməzsiniz. Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Aparıcıdan çox gəlinlərini yola verməyən tipik evdə qalmış baldız obrazı. Nə aparıcıya xas olan peşəkarlıq, nə diksiya, təmkin, qısacası aparıcı sözünün A hərfi belə olmayan dalaşqan məhlə qızı. Özünüz seçin. Gözəl jurnalist dostumuz Səidə Bəkir qızının bu aparıcıya gözəl cavabından sonra mənim deməyə sözüm qalmayıb. Bu qadını bir dəfə tənqid etmişdim. Çünki mən bir ali məktəbi, Bakı Dövlət Universitetinin bakalavr, magistratura pillələrini bitirmişəm. Mənim universitetdə müəllimlərimdən öyrəndiyim təmkin, qarşındakına sayğı və sözü bişirib sonra demək olub. Mənə maraqlıdır. Özünün dediyinə görə biri Harvard olmaqla 6 universitet bitirib, 19 şirkət quran bu dırnaq arası aparıcıya 6 ali məktəbdə ancaq qışqırmağı, stəkan cinciltisinə oxşar cilalanmamış səsi, gələni gedəni acılamağı mı öyrədiblər? Nəysə, bu gün eşitdim ki, bir çox televiziyalar diktor aparıcı müsabiqəsi elan ediblər. Çox maraqlıdır mənə. Aparıcısı belə olan bir kanal o müsabiqədə hansı kriteriyalara üstünlük verəcək? O müsabiqədə deyiləcəkmi ki, sizin və bizim balalarımıza apardığımız çörək bayaq təhqir etdiyin o yaşlı arvaddan çıxır. Nəvə nəticəsi yaşlı olan uşaqların içində qoca bir qarını aşağılamaq olmaz. O müsabiqədə deyiləcəkmi ki, əziz gələcək diktorlar, qızlarımızı aldığımız, üzr istəyirəm, alt paltarlardan tutmuş, oğlanlarımızın kepkasına qədər hamısını ərini qoyub qonşuya qoşulub qaçan verilişdəki ağlıkəm qadınlara borcluyuq. Yataq otaqlarımızdakı adyaldan tutmuş ağ mələfəyə qədər hamısını bəxtiyar sənin aşkındır deyən sərsəm gədələrin hesabına alırıq. O müsabiqədə deyiləcəkmi ki, aparıcı verilişin ağsaqqalı, ağbirçəyi, qoçusu, lotusu yox, müəllimi, analitiki olmalıdır. Deyiləcəkmi ki, bizim evimizin çörək ağacı, ruzusi, bərəkəti olan o verilişdəki ruhi, psixoloji xəstələri aşağılamaq qətiyyən olmaz. Onlarsız biz heç nəyik. Mənə çox maraqlıdır. Görəsən, həqiqətən də deyiləcəkmi?